Hər şey edirəm, amma heç nə alınmır. Alınmayacaq. Çünki olsan artıq o neqativ enerji ilə, o stress enerjisi ilə bütün o uğurovu sıfırladın. Salam əziz izləyicilər. Sizinlə bu videoda o musiqi haqqında, musiqinin həyatımıza o verdiyi o təsirlər haqqında söhbət etmək istəyirəm ki, bu çox mühüm bir mövzudur. Çünki yəni hər şey kimi o musiqi də bir enerji sahəsidir və bizim orqanizmimizə o böyük bir o təsiri var, xüsusən də zehnimizə, şüurumuza, şüuraltımıza. Video başlamazdan əvvəl sizdən xahişim odur ki, əgər videolarımı izləyirsinizsə, bəyənirsinizsə, bu kanalıma abunə olmağı, videolarımı bəyənməyi və rəylərdə öz fikirlərinizi aktiv olaraq ifadə etməyi, müzakirələrdə iştirak etməyi sizdən xahiş edirəm. Gələk video mövzusuna, musiqiyə. Musiqi son o dövrlərdə o çox vazkeçilməz bir dünya nemətidir. Yəni musiqi hər cür, hər tipdə o musiqi, hər tip insanın zövqünə o görə musiqilər vardır. Sevgi o deyək, o disko o deyək, o bas deyək, nə bilim, o rep deyək, yəni hər tip musiqilər var. Bir şey bilmək lazımdır ki, bu musiqi bizim həyatımıza, bizim gələcəyimizə, xüsusən də bizim uğurlarımıza çox böyük bir təsirə malikdir. Çünki bizim o bədənimiz, o maddəsəl, o sərt görünsə də, tam gerçəkdə o bütün maddənin o təməli kimi, o bizim o bədənimiz də demək enerji o sahədən ibarətdir. Çünki o bədənimiz də bizim atom sistemindən, o molekul sistemindən ibarətdir ki, bütün atomların da o tərkibi enerji sahələrinə dayanmaqdadır. Və belə olan halda bizim o bədənimiz enerji sahəsidir və musiqi də bunu hamı qəbul edər ki, bunun üçün xüsusi bir elm bilməyə ehtiyac yoxdur. Musiqi bir səs dalğasıdır, o bir səs enerjisidir. Yəni bizlər hansı tip musiqiyə qulaq asırıqsa, həmin o musiqi o tipinə malik, onun sahib olduğu o səs dalğasına uyğun həmin o musiqinin enerji, o frekans, enerji, o tezliyi formalaşır. Bu enerji o frekansını da biz dinlədikdə, o qəbul etdikdə, həmin o musiqinin sahib olduğu enerjiyə uyğun olaraq biz də bir hala bürünürük. Bir atmosferdə olaraq indi özümüzü hiss edirik. Yəni ki, motivasiya mahnısına qulaq asırıqsa özümüzü ruhlanmış hiss edirik. Deyək ki, o kədərli o sevgi mahnısına qulaq asırıqsa və ya bir qəmli o musiqiyə qulaq asırıqsa özümüz o qəmli, yəni ki, o fikirli, o xəyallara dalmış, biz keçmişimizdə hansı o qəmli o dövrlər varsa, həmin o dövrləri xatırlamış olaraq özümüzü hiss edirik və həmin o hissləri, həmin o neqativ halları yenidən yaşayırıq o musiqini dinləyərək. Bizlər özümüzün sabit enerji sahəsinə deyək ki, bir qəmli musiqi dinləyirik və bu qəmli deyək ki, bir sevgidən və ya fərqli bir qəmli bir mövzudandır bu musiqi. Onu dinlədikdə biz o keçmişimizdə hansısa və ya bir neçə o qəmli situasiyanı, qəmli hadisəni xatırlayırıq və indi olmuş o kimi o gözümüzün önündən onu bircə yaşayırıq. Belə olduqda həmin hadisədə biz yaşadığımız o neqativ halı, o depressiya enerjisini, o stress enerjisi biz yenidən yaşayırıq və həmin enerjiləri özümüzün enerji sahəsinə daxil edirik. Belə olduqda bizlərin enerji sahəmiz zəifləyir, çökür və bundan sonra biz musiqidən sonra gedirik hər hansısa bir o sahədə uğur əldə etmək üçün çalışırıq və bizim uğurumuz, yəni deyək ki, həmin o gündəki və ya bir aydan sonrakı bizim başarımız ki, onu planlamışdıq,
sonuna qədər o gedirdik ki, o başarını o bizlər əldə edək və onu biz əldə edə bilmədikdə, bir maneə olduqda, o bir əngəl olduqda biz iki cür fikirləşirik. Ya bu mənim o qismətimdə deyil, ya da ki, o mənim həyatım uğursuzluqlardan ibarətdir. Bu 2 nəticə o gəlirik o bizə. Ancaq üçüncü o nəticəni o yaddan o çıxardırıq ki, bu nəticə o ondan ibarətdir ki, o mən hansı o tip musiqilərə o qulaq asıb, bu 1 ay ərzində, bu 2 ay ərzində özümü hansı enerjilər ilə o bəsləmişəm ki, indi mənim uğurumun o qarşısına o belə bir o maneə yarandı, o belə bir əngəl yarandı. O bunu bizlər fikirləşmirik. O bir şey o yaddan o çıxartmır ki, o bu həyat enerji frekanslarıdır. O bizlər həyatın içində olaraq həyatı yaşamırıq. O bizlər o bu həyatı xəyal elədiyimiz, o qəbul elədiyimiz o o tərzdə yaşayırıq. O sizlər əgər özünüzün o stresli, özünüzün o neqativ hisslərlə o sarmalı olduğunuzu o qəbul eləyirsinizsə, həyatınızı da elə yaşayacaq və belə olduqda heç bir uğurunuz sizin reallaşmır. Əgər sizlər özünüzü o pozitiv enerji ilə, o gözəl bir sevgi ilə sarırsınızsa, o zaman o sizin bütün işləriniz uğurlu olur. O sizin auranız, o sahib olduğu enerji, sizin özünüz o daşıdığınız enerji, o tezlik, enerji o tipi, o frekansı o sizin həyatınızdakı uğurlara, xoşbəxtçiliyə yansıyır. Bunu heç kim unutmayın. İndi o gələk o burada vacib bir məsələyə. Siz əgər o neqativ bir musiqilər o qulaq asırsınızsa, o və ya o qəmli bir musiqilər o qulaq asırsınızsa, o sizlər bütün orqanizminizə, bütün o zehninizə, bütün o şüuraltı o sisteminizə o neqativ enerjinin, o sevgisizliyi, o stres enerjisini, o depressiya enerjisini və uğursuzluq enerjisini artıq o qəbul etmiş olursunuz. Ondan o sonra o nə qədər uğur yolunda nələr belə etsəniz, uğursuzluğunuz o qaçınılmaz olacaq. O çünki sizin sahib olduğunuz o yəni bu enerjiniz artıq o neqativləşib və neqativliklərlə yükləndiyi üçün sizin o pozitiv uğuru sizin əldə etməyiniz mümkünsüzləşir. O çünki pozitivlə o neqativ o birləşdikdə sıfır edir. Ortaya heç o çıxmır. Ona görə də sizlər uğurunuzu əldə etmək istəyirsinizsə, uğurunuz o pozitiv enerjidirsə, o siz özünüzü o neqativ enerji ilə yığdıqca, o qəmli o musiqilərlə stres yaşadıqca, o keçmiş o qəmli hadisələr, uğursuzluqlar yadınıza o saldıqca, bu ən çox da o sevgi barədə olan neqativliklərdir ki, bunları o bizlər xatırladıqda çox yüksək bir neqativ enerji o qəbul etmiş oluruq. Bunlar elədikcə o neqativ enerjini, o mənfi enerji o topladıqca o bizdə o pozitiv olan uğur yolunda o nə qədər çabalasaq da o pozitivin, o neqativin o birləşməsindən bizim bütün o çabamız, o bütün o çalışmamız sıfır olacaq və biz heç nə əldə edə bilməyəcəyik. Hətta deyim, o neqativ daha çox olsa, o geri addım belə ata bilərik. Ancaq o sizdə özünüzü o pozitiv enerji ilə sarmalasaz, o pozitiv enerji ilə sizlər özünüzü tamamilə əhatə eləsəz, özünüzü, o zehninizi o pozitiv o saxlasaz, o vacib olan o pozitiv o musiqilərə, o motivasiya musiqilərinə, indi var da pozitiv musiqilərə, o pozitiv o motivasiya musiqiləri, indi var da internetdə yəni kimi pozitiv musiqilər, o pozitiv o motivasiya musiqiləri, indi elə videolar, daha doğrusu elə mahnılar indi var ki, birbaşa motivasiya musiqisi, yəni ingiliscə olanı da var, rusca olanı da var, o türkcə olanı da var. Bundan əlavə o sevginin o gözəl o yönləri haqqında olan musiqilər də var. Ondan sonra Mozartın, ondan sonraki Beethovenin musiqiləri var. Ondan sonra Interstellar musiqisi var. O məni Interstellar musiqisi çox dərin müsbət xəyallara aparır. Bu tip musiqilərə xüsusən
bu Mozartın, o Beethovenin o musiqiləri, xüsusən də o motivasiya haqqında olan musiqilər o beyninizdə o pozitiv enerji yaratmaqdan o başqa da o beyninizdəki o neyronlara, yəni hüceyrələrə o nüfuz edərək onları o çalışmağa, inkişaf etdirməyə məcbur edir. Yəni o sizlərə burada videoda o qısaca onu çatdırmaq istədiyim ki, o musiqini elə belə bir şey sanmayın. Hə, o musiqi o dinlədim, o sevgi qəmi dəryası haqqında. O keçmiş sevgilimi xatırladım. O və ya bir qəmli musiqidən, bir keçmiş bir neqativ bir hadisəni xatırladım. Kövrəldim və buna insanlıq halı dedim və sonra özümü toparladım və uğurum üçün çalışdım. Hər şey edirəm, amma heç nə alınmır. Alınmayacaq. Çünki sən artıq o neqativ enerji ilə, o stres enerjisi ilə bütün o uğurovu sıfırladın. O neqativ və pozitiv o birləşdi və sıfırlandı. Əgər uğur istəyirsinizsə, özünüzü o pozitiv enerji, o pozitiv o musiqilərə, pozitiv o sizi ruhlandıran, o sizi həvəsləndirən videolara siz özünüzü yönəldin. Bu həyatda bircə amalınız olmalıdır. Ya uğurunuz, ya da pərakəndə həyatınız. Əgər pərakəndə həyat istəyirsinizsə, uğura yaxın durmayın. Bütün neqativ o musiqilərə qulaq asaraq, o qəm dəryası yaşayın və hətta deyin ki, mən niyə uğurlu olmuram? Özünüz o bilərsiniz. Ancaq bu videoda o sizi mənim aşılamaq istədiyim ondan ibarətdir ki, əgər uğur istəyirsinizsə, əgər hədəfinizə ulaşmaq istəyirsinizsə, o musiqi o zövqünüzü o dəyişməlisiniz. Çünki o musiqi o sizin həyatınız, orqanizminizdə, sizin zehninizdə o möhtəşəm o bir fərqliliklərə qadirdir yaratmağa. Ona görə də musiqi o zövqümüzü, o pozitiv o dəyişək, o neqativ o musiqilərdən uzaq olaq və həyatımızı o pozitiv enerji ilə o daxil edərək uğurumuz uğrunda davam edək və uğurumuzu bizlər qazanaq. Əzizləyicə, videonun sonuna yaxınlaşdıq. Əgər videonu bəyəndinizsə, bəyənməyi, kanalıma abunə olmamışsınızsa olmağı və mənə o dəstək olmağı və rəylərdə bütün fikirlərinizi açıq-aydın yazmağı sizdən xahiş edirəm.